Salam uşaqlar, hər birinizi xoş gördük. İndi isə ikinci bölmənin üçüncü mövzusu olan düz xətli bərabər sürətli hərəkət mövzusunun çalışmalarına baxacağıq. Birinci çalışma, cismin hərəkət trayektoriyası düz xətt olarsa, belə hərəkət düz xətli hərəkət adlanır. Bunu daha əvvəlki mövzularda demişdik. Yazıram, düz xətli hərəkət. İkinci çalışma, düz xətt üzrə hərəkət edən cisim bərabər zaman aralıqlarında bərabər yollar qət edərsə, belə hərəkət düz xətli bərabər sürətli hərəkət adlanır. Düz xətli bərabər sürətli hərəkət. Davam edək. Üçüncü çalışma. Düz xətli hərəkətə aid 3 nümunə göstərin. Mən birisini yazacağam, digər ikisini siz tamamlayarsınız. Məsələn, ağacdan qopan alma. Qopan alma. Əgər almamız ağacın budağından qoparsa, o düz xətt boyunca ta yerin səthinə qədər hərəkət edər. Çünki yerin mərkəzinə doğru gedir. Davam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Düz xətli bərabər sürətli hərəkətə aid 3 nümunə göstər. Həm trayektoriyası düz xətt olmalıdır, həm də bərabər sürətli hərəkət etməlidir. Yəni, istənilən bərabər zaman fasilələrində eyni yollar qət etməlidir. Buna nümunə olaraq bu şəkildə düz xətt boyunca hərəkət edən avtomobilin hərəkətini nümunə gətirmək olar. Bizim avtomobilimiz olsun. Düz xətt boyunca hərəkət edir və bərabər zaman fasilələrində eyni yollar qət edir. Məsələn, A nöqtəsindən hərəkətə başlayıb B nöqtəsinə qədər fərz edək ki, 100 metrdir. Bu 100 metrə 2 saniyə zaman sərf etmişdir. Sonra B'dən də C'yə hərəkət etmişdir. Burası da 100 metr olsun. Oraya da 2 saniyə zaman sərf etmişdir. Burası C. Burası D nöqtəsi olsun. Burada da 100 metr məsafəyə 2 saniyə zaman sərf etmişdir. Sonra D'dən də Y'yə hərəkət etmiş. Yenə 100 metrə 2 saniyə zaman sərf etmişdir. Beləliklə cisimimiz düz xətli bərabər sürətli hərəkət etmiş olur. Hər bir hissədə sürəti tapsaq, gedilən yolu zamana bölürəm. Bu da edir 50 metr böl saniyə. Burada da 50 metr böl saniyədir. Burada da 50 metr böl saniyədir. Burada da 50 metr böl saniyədir. Yəni, bütün hallarda cismin sürəti sabit qalır. Belə halda bərabər sürətli hərəkət edir. Hərəkət trayektoriyası da düz xətt olduğu üçün düz xətli bərabər sürətli hərəkət edir. Bu bir nümunə mən yazmış oldum. Digərlərini özünüz düşünüb taparsınız. Davam edək. Növbəti çalışmamız 5 nömrəli çalışmadır. Riyazi ifadələrlə onların izahını uyğunlaşdırın. Yer dəyişməyə görə sürət sabitdir. Yer dəyişməyə görə sürət vektorialdır. Vektorial keymiyyətin sabitliyini V bərabərdir. Konstant şəklində yazırıq. Onda A əslində buna gedər. Ya da bunları belə uyğunlaşdıra bilərik. Sonraki ifadə, istəyirsiniz ifadələri oxuyaq. Ondan sonra buradakı riyazi ifadələrlə uyğunlaşdıraq. Yola görə sürət sabit olduqda gedilən yolun ifadəsidir. Gedilən yolun ifadəsi yol el hərfi ilə işarə olunur. Onda L bərabərdir V vurulsun T. Onda B bəndi bu birinci düstura uyğun olar. Davam edək. C bəndində deyilir ki, yer dəyişməyə görə sürət sabit olduqda edilən yer dəyişmənin ifadəsidir. Yer dəyişmənin ifadəsi yer dəyişmə S hərfi ilə işarə olunur. S bərabərdir VT ifadəsi bu şəkildə yazarıq. Qalır zaten bir dənə yola görə sürət sabitdir. O da V bərabərdir konstant. V'miz skalyar keymiyyətdir. Bunu da bu şəkildə ifadə edərik. Ümumiyyətlə biz keçən dərsdə
Yola görə sürət V bərabərdir L bölünsün T yazmışdıq. V-nin məxrəcində 1 var. Sonra kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər idi. Yəni L vurulsun 1, o L edər. V vurulsun T-yə bərabərdir. Bax, bu düstur burada bizə göstərilən bu düstur ilə üst-üstə düşür. Yer dəyişməyə görə sürət V isə bərabərdir. Yer dəyişmənin zamana nisbətidir. Bunun da məxrəcində 1 var. Yenə də biz çarpazı vurarıq bu şəkildə. S vur 1 S-idir. Buradan çıxır ki S vur 1 S-idir. Bərabərdir V vurulsun T. Bu da yer dəyişmənin ifadəsidir. Hansı ki burada bizə verilib. Davam edək. Növbəti çalışmamız 6 nömrəli çalışmadır. Qatar 72 km/saat sürətlə 45 saniyə ərzində düz xətt üzrə şərqə doğru hərəkət edir. Onun getdiyi yolu və yer dəyişməsini tapın. Şərqə doğru hərəkət edirsə, əlbəttə ki, bu qatarımız düz xətli, bərabər sürətli hərəkət edir. Hardan bilirik? Çünki bizə sürətin sabit qiyməti verilib və şərqə doğru deməklə də düz xətli hərəkət etdiyini bilirik. Belə olan halda biz sürətin qiymətini də tapa bilərik. Daha doğrusu yer dəyişməni və gedilən yolun qiymətini tapa bilərik və onlar bir-birinə bərabər olur. Necə yazarıq? Əlbəttə ki, gedilən yolun da yer dəyişmənin də ifadəsi bir-birinə bərabər olduğu üçün L bərabərdir S yaza bilərəm. Hər ikisinin ifadəsi buradakı kimi V vurulsun T şəklində ifadə olunar. V vurulsun T yazdım. V-nin ifadəsi 72 km/saatdır. Sürəti metr/saniyə ilə ifadə edək. Bunun üçün 72 əmsalını saxlayıram. Sürətdə kilometrin yerinə 1000 metr yazıram. Aşağıda saatın yerinə isə 3600 saniyə yazıram. Niyə görə bunu çevirdik? Çünki bizə zamanı saniyə ilə ifadə edib. Lakin burada isə sürətdə kilometr/saat var. Eyni vahid ilə ifadə etməliyik ki, uyğun ixtisarlara apara bilək. Yuxarıdan 2 sıfır, aşağıdan 2 sıfır atarıq. Qalır 72 böl 32-də 2 edər. 2 vurulsun 10, 20 metr bölünsün saniyə. Onda V-nin yerinə 20 metr/saniyə yazarıq. Vurulsun 45 saniyə. Zamanın yerinə də 45 yazarıq. 2-ni 45'e vuranda 90 edir. Yanında bu sıfırı da yazsaq 900 metr edər. Gedilən yol yer dəyişməyə bərabər olub 900 metr olmuşdur. Davam edək. Növbəti çalışmamız 7 nömrəli çalışmadır. 0,6 km/dəqiqə sürətlə düz xətt üzrə hərəkət edən cisim 0,1 saat ərzində nə qədər yol gedər? Cavabı BST vahidi ilə ifadə edin. Baxa görək bizə nə verilib? Bizə verilib sürət, yəni V bərabərdir 0,6 kilometr bölünsün dəqiqə. Bir də bizə verilib zaman. T də bərabərdir 0,1 saat. İndi biz gedilən yolun ifadəsini yazmalıyıq ki, gedilən yolu hesablayaq. Çünki bizdən gedilən yol soruşulur. Nə qədər yol gedər deyir. L bərabərdir V vurulsun T olduğunu bilirik. Amma bunu BS-dəki vahidi ilə ifadə etmək üçün gərək bu kəmiyyətləri də əsas vahidlər ilə ifadə edək və yaxud BS-dəki vahidlər ilə ifadə edək. V bərabərdir 0,6. Hər kilometrimiz 1000 metrdir. Bölünsün dəqiqəni də saniyə çevirsək 60 saniyə edər. Bu da bərabərdir. 1 0 buradan ataram, 1 0 buradan ataram. Burada da sıfırdan sonra bir rəqəm var. Onda bu sıfırı da atarıq. 6 ilə 6 ixtisar gedər. 10 qalır. Bu edər 10 metr/saniyə. 0,1 saat isə 0,1'i saatı saniyə çevirmək üçün 3600'ə vurmaq lazımdır. Onda V'nin yerinə 10 yazıram. T'nin yerinə isə 0,1 vurulsun 3600 yazıram. 10 ilə 10'da 1 ixtisar gedər. Qalar 3600 metr
Bu da lazım olsaydı biz kilometre çevirebilirdik. 3,6 kilometre çevirerdik. Ama bu bizden talep olunmur. Çünkü bize deyilir ki esas BS'deki vahidi ile ifade edin. Davam edək. Növbəti çalışmamız 8 nömrəli çalışmadır. Səsin havada yayılma sürəti 340 metr bölü saniyedir. İldırım çaxdıqdan 3 saniye sonra səs eşidilərsə, onun hansı uzaqlıqda çaxdığını tapın. Deməli, bizə nə verilib? Fərz edək ki, biz hər hansı bir səth üzərindəyik. Hər hansı bir yerdə durmuşuq və müəyyən məsafədə buludlar arasında ildırım çaxır və o ildırımın işığını biz ani olaraq görürük. Yəni elə qəbul edirik. Lakin səs isə müəyyən zamandan sonra gəlib bizə çatır. Yəni buludlardan bizə qədər olan bu məsafəyə biz onlar arasındakı, yəni bizimlə bulud arasındakı məsafə deyirik, el deyirik. O el bərabərdir V vurulsun T yazırıq. İndi T'miz bizə verilib 3 saniyedir. T'nin yerinə 3 yazarıq. V'miz də bizə verilib 340'dır. Bunun da yerinə 340 yazarıq. Onda 340'ı 3'e vurmalıyıq. Bu da bərabər edər. 3'ü 4'e vuranda 12, 1 yadda, 3'ü 3'e vuranda 9, 1 də yadda 10. Yanındakı 0'da yazırıq. Deməli, ildırım bizdən nə qədər məsafədədir? 1020 metr məsafədədir. Kilometre çevirə bilərik, amma ehtiyac yoxdur. Bu da el bərabərdir 1020 metr yazıram. Davam edək. Növbəti çalışmamız 9 nömrəli çalışmadır. İki avtomobildən biri 16 metr bölü saniye sürətlə Bakıdan Gəncə istiqamətində, digəri isə 14 metr bölü saniye sürətlə əks istiqamətdir. Əks istiqamət nə deməkdir? Gəncədən Bakıya doğru hərəkət edir. Onlar 12 dəqiqə sonra qarşılaşarsa, başlanğıcda aralarındakı məsafəni tapın. Məsələn, yolun A nöqtəsində mavi maşın var, B nöqtəsində də qırmızı maşın var. Bunlar əlbəttə ki, görüşdüyü zaman, fərz edin ki, bu nöqtədə görüşürlər. Bu tərəfə gəlir, bu da bu tərəfə gəlir, görüşürlər. Görüşdüyü zaman mavi cismin qət etdiyi yola L1 deyərik. Sonra qırmızı maşının qət etdiyi yola da L2 deyərik. Onda bunlar arasındakı bu məsafə, başlanğıcdakı bu məsafə onların qət etdiyi yolların cəminə bərabər olar. Yəni L1 üstəgəl L2. Onda onlar arasındakı məsafə L olaraq L1 üstəgəl L2 yazarıq. O da bərabər edər. L1'imiz V1 vurulsun T'dir. Üstəgəl V2 vurulsun T. T1 və T2 də yaza bilərdim. Lakin onlar eyni olduğu üçün yazmıram. Bu da bərabər edər. Buradan davam edək. Sonra silərik biz oranı. Birinci cismin, birinci avtomobilin sürəti 16'dır. Digərinki isə 14'dür. Onda yazıram 16 vurulsun. Zamanımız hər ikisində 12 dəqiqədir. Bunu da saniyəyə çevirərik. 12 vur 60 yazıram. Üstəgəl digəri üçündə 14 vurulsun 12 vur 60 yazarıq. 12 vur 60 ikisində də var. Möhtərizə xaricini çıxardaram. 12 vurulsun 60. Möhtərizənin içərisində qalır 16 üstəgəl 14. Bu da edər 3. Silək bunu. Buraya yazaq 3. O da bərabərdir. 12 vurulsun 3 eləyir 48. 48'i 60'a vursa bərabərdir. 6'ını 8'e vuranda 48. 4 yadda. 6'ını 4'e vuranda 24. 4 də yadda 28. Onda edir 2880 metr. Yəni bu qədər məsafə qət edir. Amma bizə cavab kilometre ilə soruşulur. Kilometre ilə soruşulursa bunu 1000'ə bölərik. Onda 2 tam 1000'də 880 kilometr məsafə qət etmiş olar. Davam edək. Bu hissəni silirəm. Çalışma 10. Bakıdan Qəbələ istiqamətində düz xətt üzrə 3 km böl dəqiqə sabit sürətlə hərəkət edən
sürət qatarının 50 saniyə ərzində getdiyi yolu və yer dəyişməsini tapın deyir. Deməli, bir qatarımız var. Qatar Bakıdan Qəbələ istiqamətində belə gedir və sürəti də verilib. V3-ünü yazarıq. V'miz bərabərdir 3 kilometr bölünsün dəqiqə. Bunu metr bölü saniyə çevirərik. 3 vurulsun. Kilometrin yerinə 1000 yazıram. 1000 metr. Dəqiqəni də yerinə yazıram. 60 saniyə. Əsas vadələrlə ifadə edək ki, 50 saniyədə gedilən yolu tapa bilərək. Surətdən 1-0, məxrəcdən 1-0 atıram. Surətdə qalır 300, məxrəcdə qalır 6. 300-ü 6-ya böləndə eləyir 50. Deməli, qatarın sürəti 50 metr bölü saniyədir. Bu nə deməkdir? Hər saniyədə 50 metr məsafə qət edir deməkdir. Və 50 saniyə ərzində gedilən yolu tap deyir bizə. Yol bərabərdir sürətin zamana hasili. Sürətimiz də 50 alınmışdı. Zamanımız da 50-dir. 50-ni 50-yə vuranda, 5-i 5-ə vuranda 25, 2-dən də 0 yanında yazıram. Yəni 2500 metr məsafə qət edir 50 saniyə ərzində. Davam edək. Növbəti çalışmamız 11 nömrəli çalışmadır. Bərabər sürətlə hərəkət edən velosipedçi 0,1 saat ərzində düz xətt üzrə cənuba doğru 6 km yer dəyişmə edir. Onun yola görə sürətini və yer dəyişməyə görə sürətini tap. Bu cənuba doğru hərəkət etdiyinə görə, bax bu şəkildə cənuba doğru hərəkət edir. Bu zaman əlbəttə ki, onun getdiyi yolu yer dəyişməyə bərabər olar. Cənuba doğru düz xəttlə hərəkət etmiş olur. Biz yolu yer dəyişməyə bərabərləşdirsək, yola görə sürəti də yer dəyişməyə görə sürətə bərabərləşdirərik. Onda sürət V bərabərdir. İstəyirsiniz L bölünsün T yazın, istəyirsiniz S bölünsün T yazın, eyni ifadə alarıq. O da bərabərdir. Deməli, 6 kilometr yer dəyişmə icra etmişdir. Buraya gedilən yola 6 kilometr yazıram. Zamanımız isə 0,1 saatdır. Zamanın yerinə də, yəni T'nin yerinə də 0,1 saat yazıram. Bu da bərabərdir. 6-nı 0,1'ə bölsək 60 kilometr böl saat. Bizə metr böl saniyə ilə ifadə etməyi tapşırmayıblar. Biz də bu şəkildə saxlayarıq bunu. Çalışma 12. Yer dəyişməyə görə sürət sabit olarsa, cismin trayektoriyası hansı formada olar? Yer dəyişməyə görə sürətin sabit olması üçün yer dəyişmənin də istiqaməti sabit olmalıdır. Yəni V bərabərdir. S bölünsün T yazırıqsa, S-in istiqaməti dəyişməməlidir. S-in istiqaməti isə yalnız düz xəttli hərəkət etdiyi zaman sabit qalar. Yer dəyişməyə görə sürətin sabit olması isə həm yer dəyişmənin istiqaməti sabit olan halda, həm də sürətin ədədi qiyməti sabit olan halda olur. Amma bizdən sadəcə trayektoriya soruşduğu üçün biz deyirik ki, düz xəttli trayektoriya zamanı yer dəyişməyə görə sürət sabit olar. Davam edək. 13 nömrəli çalışmanın şərtini oxuyuram. Yola görə sürət sabit olarsa, cismin trayektoriyası hansı formada ola bilər? Gedilən yol əyri xəttli hərəkətdə olsa, düz xəttli hərəkətdə olsa, hər iki halda vahid zamanda vahid qədər məsafə qət edərsə, yola görə sürət sabit olur. Çünki yola görə sürət istiqaməti olan bir fiziki kəmiyyət deyil. Ona görə də həm əyri xəttli hərəkətdə, həm də düz xəttli hərəkətdə bizim cismimizin vahid zamanda bərabər yollar qət etməsi kifayət edər ki, onun yola görə sürəti sabit olsun. Doğru cavab onda C bəndi olar. Cavabı da əsaslandırmış olduq. Davam edək. Növbəti çalışmamız 14 nömrəli çalışmadır. İşığın boşluqda yayılma sürəti 300.000 km/saniyədir. Yəni hər saniyədə 300.000 km məsafə qət edir ki, bu təbiətdə bilinən ən böyük sürətdir. İşıq şüası yerdən aya hansı müddətə çatar? Yerlə ay arasındakı məsafə 384.000 km qəbul et deyir. Bu dəfə bizdən zamanı soruşur. Bizə nə verilib? Bizə verilib V bərabərdir
300 min kilometr böl saniye ve bir de mesafe verilir. El beraberdir 384 min kilometr ve bizden soruşulur. Zaman ne kadar olar? T beraberdir. Sual işarə yazarıq. Bu üç kemiyetin iştirak ettiği düsturu el beraberdir. V vurulsun T şeklinde ifade etmiştik. Bu defa bize T'nin tapılması soruşulur. Onda T beraberdir. Yanındaki V məxrəcdə yazılır. Karşı tərəfdəki bərabərliyin digər tərəfindəki el ise surətdə yazılır. O da beraberdir. El üçün yazıram. 384 min bölünsün buradaki süratimiz. Yani 300 min. Bu zaman kilometreler ixtisar gedər. Cevabı saniye ile alarıq. Bu da beraber eder. Burada kesin suretindeki 3-0 ile məxrəcindeki 3-0 gedər. Kalır 384 bölünsün 300. O da beraber eder. Bir tam %28 saniye. Devam edək. Növbəti çalışmamız ve son çalışmamız 15'tir. Yer kürəsinin Güneş ətrafında 30 km böl saniye sürətlə hərəkət etdiyini qəbul edərək onun bir sutka ərzində getdiyi yolu hesablayın deyir. Gördüğünüz kimi yer kürəsi Güneş ətrafında çox böyük bir sürətlə hərəkət edir. Yəni 1 saniyədə 30 km məsafə qət edir. Bizden gedən yolu soruşurlar. Yolu hesablayın deyir. Yolun düsturu el beraberdir. V vurulsun T şeklinde ifade ederiz. V'miz 30 km böl saniyedir. Bir sutka ise 24 saattir. Gəlin verilenleri yazaq. V beraberdir 30 km böl saniyedir. Bu da saat değil saniyedir. Yani olduğu kimi kalır. 30 vurulsun. Her kilometre metre çevirsək 1000 metr bölünsün saniye yazıram. O da beraberdir 30.000 kilometre böl daha doğrusu metr. Artık metr yazdım. Metr bölünsün saniye. Zamanımız ise bir sutkadır. Yani T de beraberdir. Onu aşağısından yazıram. T beraberdir bir sutka. O da beraberdir. Bir sutka bilirsiniz ki 24 saattir. 24 saat. Her saatte 3600 saniye eder. 24'ü de 3600'e vuranda beraber eder. 86.400 saniyeye. Bunda gedilen yolu taparıq. El beraberdir V vurulsun T yazmışıq. V'nin yerine yazıram 30.000. Yazıram 30.000. Vurulsun. Zamanın yerine ise 86.400 yazıram. Vurulsun 86.400. Beraber eder. Bu ifadeleri birbirine vursak alarıq. 2592 bu 6 sıfırı ayıraram. Vurulsun 1 milyon yazarım. Bilirsiniz ki milyonun yerine mega yazabilirik. Onda belə olan halda bu metre ile ifade olunur. Bunun yerine mega yazsak beraber eder 2592 mega metr. Bugünlük bu kadar. Sağ olun.